Salam dostlar, mən Azər Quliyev. Mən indi Çəmbərkənd parkındayam. Çəmbərkənd parkı Bakı şəhərində İçəri şəhər metrosununa yaxın dağüstü bir ərazidə yerləşir. Parkda uşaqların oynaması üçün hər bir şərait var. Siz də həftə sonları ailənizlə bərabər buraya gəlib incələ bilərsiniz. Bu parkdan Bakının simvolları olan alov qüllələri net bir şəkildə görsənir. Həqiqətən çox gözəl bir məkandır. İnsana huzur verir. Gördüyünüz kimi hər kəs dincəlir. Bu parka gəldinizsə, mütləq buradan Bakını seyr edin. Net bir şəkildə Xəzər dənizdə görsənir. Parkın hər tərəfi ağaclarla örtülüb. Elə bil ki, meşəlikdir. Siz burada ağacların altında piknik edə bilərsiniz. Piknik üçün xüsusi yerlər var. Xüsusi yerdə istəmirsinizsə, çəmənliyin üstündə öz süfrənizi salıb, orada piknikinizi edə bilirsiniz. Bu park dağüstü bir ərazidə yerləşdiyi üçün, parkın bir başına getmək üçün mütləq pilləkənlərdən istifadə etməlisiniz. Bu adamı yorur, amma eyni vaxtda huzur da verir, dincəldir. Gördüyünüz kimi, elə bir oksigen deposunun yanından gedirsiniz, gəzirsiniz, yanında gəzirsiniz. Çünki hər tərəf ağaçlıqdır. Yəni, bir sözlə dincəlmək üçün çox gözəl bir məkandır. Çəmbərkənd parkı.